Bu nədir baba? Bu kitaptır. Nə kitabıdır? Bir tarih kitabı. Ha, bu ne emirsən? Bir dənə oxuya bilərsiniz beləncə. Açıqsız, deməli eynəksiz baba oxuyur. 97 yaşı var. Maşallah olsun. Himalay dağları ölkənin şimal küləklərindən qoruyurdu. Salam, necəsən baba? Aleyküm Hoş selam. gördük sizi. geldin. Necəsiniz? Ne var, ne yok? Hoş geldin. Çox sağ ol. Hoş geldin. Hələ biz bugün də Şilyan kəndindəydik. Buranı çəkdik. Şilyan kəndini çəkdik. Şilyan kəndinə gəlmişik bugün. Yaxşı eləmiş. Ha, gəldik dedi sizi də yoxlayaq. Necədir səhhətiniz? Yaxşı olsun. Yavaş yavaş da ne bileyim Allah təbəkkür. Kulaktan zəifəm, eşidəmirəm sözü o qədər. Amma oturmuşam da Allah təbəkkür. Baba neçə yaşın var? 1929 təvəllüdəm. 30-cu ildən hesablı yeri var. Analarımızın, dədələrimizin dediyinə görə 36-cı ildə birinci sınıfa getmişəm. 6 il məktəbdə oxumuşam. 41-ci ildə 6-cı sınıfı qurtarmışam. May ayının axırında bizi bıraktılar. O vaxtı belə əlcə kağız verirlərdi. Götürüb 3 günə sual verirlərdi, danışırdıq. İyunun 22-sində Hitler Almaniyasının başçısı Hitler Sovet hökumətinə başçılıq elədi, baskın elədi. Ondan sonra da mən getmədim. Atalarımızı bütün Azərbaycanın, Ermənistanın, Gürcüstanın hamısını nə qədər əmələ gələn cavanları varsa yığdılar, müharibəyə apardılar. Baba müharibə yadınıza gəlir da? Hə, gəlir. Müharibədə kənddə necə idi vəziyyət? Müharibədə Almaniyanın müharibəsi Azərbaycana düşmədi. Ukrayna'nın Belarus'a aldı, zəbt elədi, keçdi Moskvaya torpağına. Kənddə vəziyyət necə idi? Cəmaət orada müharibədə idi. Kənddə necə idi? Aclıq idi. Kənddə deyirəm də, müharibə düşməsə də, ancaq çox zəif oldu cəmaət, aclıq oldu. Əkin əkənmədilər, ona taxıl olmadı, toxum olmadı, aclıq oldu, çox düşkünlük oldu. Cəmaət nəylə qidalanırdı onda? Cəmaət, bizdə qara su vardı, qara su, nohur vardı. Başqa kəndə deyənmərəm, bizim kətdə elə bir tərəfi o nohurun hesabına biraz, azca bir balaca yaşayırlardı. Kimisi hökumətə balıq tuturdu, pay verirlərdi, ondan gedib alırdı, amma çəlti əkirdi. Düyü. Düyünün bir öyrəsi çəlti idi. Çəlti əkirdik, o tayımız nohurdu, Göyçayla Girdiman suyun dağılığını, nə bilim neçə min əsrlərdən gəlmədi. Bizdən bu tərəflər əkin yeri idi, çəlti əkirdik. Dolanırdı da, amma ölü dolanırdıq da, zəif dolanırdıq. Müharibənin illəri çox getdi. Surətlə getdi, cəmaət dolana bilmədi, yaxşı cansız oldu, uşaqların çoxu saxlaya bilmədi, zəif oldu. Baba, müharibə illərində əsasən uşaqlar idi da kətdə? Kətdə uşaq idi, bir də anaları. Dəfin necə olurdu burada? Kişilər hamısı müharibədə idi. Dəfin, indi mən onda uşaq vaxtımızdır, o vaxtlar. O dəfinimiz elə eyni özümüzün, demək, müsəlmançılığıma, Azərbaycanlığımıza qarşı həmən o vaxtı nə tər dəfin eləyirlərdisə, o vaxtı rəhmətə gedəni, dünyasını dəyişəni, elə o, həmən o dövrlər indi də gərək gedir. Bildim, adam az idi da, dəfində az adam iştirak edirdi. Adam yox idi, yığıncaq yox idi, onun gəliri yox idi, ona indi yaxşı dövlətimiz var, Sovetində vaxtında idi, indi laf yaxşıdır. İndi
Dəfin ağı verir bürümeye, ondan pılın verir. Onda hiçbir şey, hiçbir şey. Kişinin öyle o uşağım, dövgemi, o ile dünyasını değişen öz hayatında, özünün emeğinden ne istifade eləyirdisə, elə ondan da aparıb pas verir. Baba, o vaxtı toy adətənlər necə idi kətdə? Ne? Toy necə keçirilirdi kətdə o vaxtı? Azar oğlum senin, müharibə başlayandan sonra bütün ne kadar cahil varsa, nişanlı olan, ne bileyim təzə öylənən, öylənməyən, hamısını yığdılar, götürə getdilər. 5 yıl, 7 yıl bir üzün üstünde bir tane dık olmadı. Toy söhbət olmadı. Kətdə toy olmadı. Yok, hiçbir şey olmadı. Tek yaştan yüksek kocalar, kişiler kalırdı tek. Kalanı uşağıydı, kadınıydı. Hiç. Toy söhbəti olmadı. 6-7 yıl, muharebeden de biraz sonra toy söhbəti yoktu. Tadım. 49. yıldan sonra yeni yetmə məhkəmələr əmələ gələndən sonra o da elə özləri dap-topla yedirlərini götürüb gəlirlər. Daha çalıq balığı yox. Uzun ömürlü olmaq üçün nə eləmək lazım ki, uzun ömürlü olasan? Hər şey ne olursa ahire anamız, özümüzün kazancımız azdan çoktan çölden, başağından, biçininden, ne bileyim neyden, ne getirmiş ne daha çölde kenar değirmanlarda un üdüp getmişse, pişiriplerse ne elimize düşüp yemişik. Ağartımız muharebe yatandan sonra mal əmələ geldi. Sütümüz oldu, şorumuz oldu, ağartımız oldu. Her şey. Her şeyle gıdalanmışım. İndi büyük güne de hele azdan çoktan çöreğimi yerim. Siz indi əvvəl necə idi? Əvvəl səhər dururdunuz, səhər yeməğini yerdiniz, gedirdiniz sahəyə, işləməyə. Günorta yeməyində saat neçədə yerdiniz? Axşam yeməyini neçədə yerdiniz? Bizim həmişə torpağımız olmadığına göre pamığımız da olmayıb bizler. Pamığımız da 50. yıldan sonra əmələ gəlir. O pamığı əmələ gələndə başka kətlərdən verirlerdi bize, uzak kətlərdən. Onda maşın vardı. O dövrlərdə maşın vardı. Səhər-səhərində Allah verdiğinden şorunlar, şirin çayınlarına bir kez yiyirdi. Günorta çöreği de götürürdü. Ne bileyim katığından, onun toğasından yedirdin orada. Kafeden götürürdü, gedirdin orada. İşleyirdik, gün ortada çay koyduk, orada yiyirdik, içirdik. Akşam kadar çıkıp gelirdik böyle bize. O kadar indiki kimi onda çölden etmet olmayıp ama kış zamanı orada balıktan, kaçkaldaktan alanda alıp istifade eləmişik, yemişik. İşıq nə vaxt çəkildi kəndinizdə? İşıq. Yaxşı ağlıma gelmir, 60. Yox idi də onacan. Ha? Onacan yox idi da işıq. Yok. Onda necə? İşıq olmayanda kətdə vəziyyət necə olurdu? Onda nefitidir. Salyarka dövdü. Nefitte ışıklıydı. Laf analarımız xalça toxuyurdu dövlətə. Xalça toxuyurlardı. O ləmpənin ışığıyla xalça da toxuyurlardı. İlma vururlardı. Ama nöbet arada çıkandan sonra bu salyarkanın indi zəif ışığı. O acan o ləmpənin ışığıyla sonradaki indiki kimi öylər dövdü onda. Onda torpaq öylərdi o vaxt, mənim kiçik yaşam olanda. Alçaq öylərdi, havardan qayrılma tikilməydi. Alçaqdı. O da nöbetin ışığından ışıqlı olurdu axşamlar. Amma əziyyət çəkirdiniz o vaxtı. Əlbət ki, ləmpəyi söndürəndən sonra olurdu qaranlıq zulmat kimi daha. Məktəbə gedirdiniz? Məktəbə deyirəm də, məktəbə müharibə başlanandan sonra, 6-cı ildən sonra getmədim mən. Atam getdi müharibəyə.
Öydə məndən sonra kiçik uşaqlarımız qaldı. Nə bilim, elə onlar dolanmaqdan öldü, dolandırmaqdan öldü. Getmədi, o biçim getmədim məktəbə. İndi necədir? İndi yaxşıdır, zamanə yaxşıdır indi. Elə yaxşıdır, indi elə yaxşıdır. Həmişə otururam, dururam, cavan kim olsa övlədlərin yanında, uşaqların yanında deyirəm ki, Allah bu dövrəni həmişə balalarımıza qismət eləsin. Yaxşı dövrəndə Allah'a şükür. Yaxşı asfaltımız, yaxşı işığımız, yaxşı televizimiz, öylərimiz yaxşı, ayağımızın altı hamısı xalça, torpaq öy idi. Analarımız çiğ çadırlardı pamuktan, pamuk palazı toxuylardı. Heç nə. Onda nə idi? Baba, bu nədir baba? Bu kitabdır. Nə kitabıdır? Tarix kitabıdır. Ha, bu nə edirsən? Sana Mehdi. Heç nə, yazısına baxıram, gözüm görür. Oxuyuram bunların. O, Bunu oxuya hansı bilirsiniz. padşahlar, hansı xanlıqlar, hansı Əziz dövlət. tamaşası ümum dünya tarixi deyil. Baba bunu oxuyur. Hələ də oxuyur baba bunu. Nəvənizindir da bu kitab. Bu İslam dövləti, Məhəmməd Peyğəmbər əmələ gələnlər, onlara çox həvəsim var, baxıram da bunlara. Amma oxuyursan da bunu. Hə? Oxuya bilirsən. Oxuyuram, hə. Bir dənə oxuya bilərsiniz belənçi, açıqsız. Deməli eynəksiz baba oxuyur. 97 yaşı var. Maşallah olsun. İndi cavanlar deyir. İndi bu da buranı açdınız, hə? Hə. Himalay dağları ölkənin şimal küləklərindən qoruyurdu. Əziz tamaşaçılar baba eynəkdən istifadə eləmir. İndi cavan uşaqların gözündə görsən eynəklər olur. Amma babam maşallah olsun 97 yaşı var, kitabı oxuyur. Özə kifayət qədər balaca yazılıb bu da rəqəmlər. Heç bir savadım olmayıb. Heç bir savadım olmayıb. Heç bir şeydən öyrənməmişəm. Amma işlə aramsaz olub. Həmişə qalxoz içində işləmişəm. Həmişə qalxoz içində kəllə, arabiylə, kotanla işləmişəm. Bunu da oxu baba. Bir də İlkin bəy götürün. Rəqəmlər kiçik olduğuna baxın, hərflər çox kiçikdir. Amma baba maşallah 97 yaşı var oxuyur bunu. Oxu. Ərəb xəlifəti və ərəb işğallığı. Balacaları da oxu. Peyğəmbər, Məhəmməd Peyğəmbərdən sonra dövləti xilafa edənlər. Sən aşağı edeyim. Ömər, Osman və Oxuyursan. Xəlifə. Etsən. Deməli o vaxtı sağlam olmuşsunuz. Sağlam olmuşam. İndiyə sənə. Heç aranızda ağrımır. Şikayətiniz var. Heç aram ağrım var da, qocağın nə qədər olsa ağrısı çoxdur. Maşallah artıq bir əsrdir ki baba yaşayır. Allah sağ eləsin sizinlə belə. Mənim bu ortancıl oğlumdur. Bəli. Müəllim, Salman müəllim. Ağrımacım olub, apresiyam. Haçan apresiyam ağrıyırsa, mən o saat qoyur maşına aparır orada təcili yardımlar. Qulluğunuzda durur. Qulluğumuzda durur, istifadə edir, yenə götürür, gəlir. Allah sağ eləsin. Oldu baba, çox sağ ol, minnətdaram sizə. Çox sağ olun. Sağ ol sən də. Amma o vaxtı yükümüz ağır olub. Sovet hökumətinin dövründə yükümüz deyəndə dalımıza yük götürməyi demirəm ha. İşlərdən deyirəm ki, yükümüz ağır olub. Öydə oturan qocalardan keçmiş dövrləri xəbər alam. Ondan nə bilim, mən də öyrənəm ki, o dövrlər kimin nəsil olub kimi. Elə yerimizdən durmuşuq, Allah verdiyinlə bir tek çayından, çörəyindən, uşağın kimin anaları, bacıları, alaları, qoyub öydə körpələri çıxıb getmişik. Bir də gecə yarı gəlmişik və ona görə yükümüz ağır olub. Amma qalxoz içində həmişə işləmişəm də, həmişə işləmişəm. O qədər ki, traktor əmələ gəlməmişdik, kəllə, arabiylə işləyirdik. Taxıl daşımağı, ondan, burada balıq vardı, balıq, kürdən bir balıq aparırdı o.
məntəqələrə. Nə bilim, ot yığırdıq kolxoza. O biçim kəlin arabiylə həmişə işləmişəm. Sonra traktor əmələ gəldi. Traktor əmələ gələndən sonra da yükün hamısı düşdü maşınların boynuna. Maşınları nə işlədik, nə getdik. Otu, pamığı filanı. Sonralar bizə pamıq verdilər öz yerlərimizə. 1950-ci ildə bizə pamıq planı verdilər. Ondan sonra pamıqda işləmiş. Baba pir var burada, pir. Nə piridir? Vallahi qardaş, o pir Qalafir baba deyirlər ona, Qalafir baba, Qalapir. Nə bilim, mən də gözümü açıb elə görmüşəm onu. Daha ona maraqlanmamışam ki, bu hası öylədən qalıb. Nə bilim, hası padşahım mı deyim, nə bilim mən, nəyin deyim, dövründən qalma olub, yaxın zamanlarda olub, köhnədən olub da o varlarına maraqlanmamış o heç. Qalafir baba deyib elə biz zəhərlənmişik, ziyarət eləmişik. Tarixi bilinmir. Tarixini bilməmişik. Hələ də ziyarət olunur, gəlib gedən olur ora. Gəlib gedən olur indi də ora. Hə? Pirə gəlib gedən olur indi də. Hə, ziyarət kimin işi dara düşürsə, niyyət eləyir, gəlir. İnancı var. Ziyarət eləyir, gedir də. Hə. Oldu baba, çox sağ ol. Sağ ol, Var ol. siz də sağ ol. Allah sizə ömür versin, çox sağ ol.